Salam, dəyərli şagirdlər və abituriyentlər. Hər birinizi xoş gördük. Bugünkü mövzumuz sadə cümlənin şəxsə görə növləri olacaq. Ümid edirəm ki, izahlarda sizin üçün qaranlıq qalan, çətin olan yerlərin dərdinə dərman taparıq. Demək, başlayaq gecikmədən. Bizə nə lazımdır? Bizə ümumiyyətlə sadə cümlənin şəxsə görə növlərində əsas lazım olan mübtəda ilə xəbəri, mübtəda və xəbəri bilməyimizdir. Niyə görə bilməyimizdir? Çünki sadə cümlənin şəxsə görə növlərindən 4-ü demək olar ki, xəbər əsasında formalaşır. Biri isə mübtəda əsasında formalaşır. Xəbər əsasında formalaşanlar 1. Müəyyən şəxsi cümlələr. 2. Qeyri-müəyyən şəxsi cümlələr. Qeyri-müəyyən. 3. Ümumi şəxsi cümlələr. Ümumi şəxsli. 4 də şəxssiz cümlələr. Mübtəda əsasında formalaşanlar isə sadəcə adlıq cümlədir. Başlayaq müəyyən şəxsi cümlədən. Müəyyən şəxsi cümlə. Baxın, müəyyən şəxsi cümlə. Nədir müəyyən şəxsi cümlə? Əslində, məntiqi hardadır? Adındadır elə. Yəni, müəyyəndir. Nəyin müəyyəndir? Mübtədam və xəbərim müəyyəndir. Baxın, müəyyəndirsə, demək, bizə nə verəcək bu? Mübtədası və xəbəri iştirak edən cümlələr adlanacaq. Necə cümlələr? Müəyyən şəxsli cümlələr. Məsələn, həyat mübarizədir. Həyat mübarizədir. Həyat nədir? Mübarizədir. Nə? Həyat. Rahat olma. Mübtəda xəbərim var. Məsələn, Akşin dərs əlaçısıdır. Akşin dərs əlaçısıdır. Kimdir? Dərs əlaçısıdır. Kim? Akşin. Bitdi, getdi. Mübtəda xəbərimi gördüm. İndi məsələ nədir? Məsələ budur ki, müəyyən şəxsi cümlələrin bir qismində mübtəda olmaya da bilər. Amma onu şəxs sonluqlarına görə bərpa edə bilərik. Məsələn, deyirəm ki, dərsdən evə qayıdırdım. Dərsdən evə qayıdırdım. Deyə bilərəm, qayıdırdıq. Bax, dərsdən evə qayıdırsan. Dərsdən evə qayıdırsınız. Dərsdən evə qayıdırsınız. Dərsdən evə qayıdır. Bax məsələ. Məsələ bu qədər sadədir. Dərsdən evə qayıdırdım. Kim qayıdırdı? Mən qayıdırdım. Mən. Dərsdən evə qayıdırdıq. Kim? Biz qayıdırdıq. Bax, şəxs onluqlarına görə bərpa eləyirəm. Bərpa eləmək budur şəxs onluqlarına görə. Dərsdən evə qayıdırsan. Kim? Sən qayıdırsan. Dərsdən evə qayıdırsınız. Kim? Siz qayıdırsınız. Dərsdən evə qayıdır. Kim? O qayıdır. Baxın, mübtədası olmayan cümlələrdə yazdığım xəbərlərə baxın. Birinci şəxsin cəmi, ikinci şəxsin cəmi, bir də üçüncü şəxs. Mübtəda olmayan cümlələrdə xəbərim üçüncü şəxsin cəmində verilərsə, dərsdən evə qayıdırlar. Sən gedib bunu müəyyən götürməyəcəksən. Olmaz, lazım deyil. Nə götürəcəksən bunu? İndi izah eləyəndə deyəcəm. Keçəndə ora deyəcəm. Qeyri-müəyyən götürəcəksən.
qeyri-müəyyən götürəcəksən. Bax, fikir verdiniz. Bütün şəxslərdə yazdım. Bir dənə üçüncü şəxsin cəmində yazmadım. Mübtəda olmayan cümlələrdə üçüncü şəxsin cəmindədirsə, bunu həm qeyri-müəyyən kimi düşünə bilərəm, həm də ümumi şəxsi cümlə kimi düşünə bilərəm. Bu da necə olacaq? İndi növbəti dəqiqələrdə həm qeyri-müəyyəndə, həm də ümumidə izah eləyəcəm. Demək, birinci şəxsdə verirəmsə, götür müəyyən, mübtəda yoxdursa. Birinci şəxsin cəmində verirəmsə, götür müəyyən, mübtəda yoxdursa. Qayıdırsan, ümumi vəziyyət yaranmırsa burada, hamıya işləniləcək bir ifadə yoxdursa, konkret bir nəfərə ünvanlanırsa, bir nəfərə aiddirsə, götür yenə müəyyən şəxsi cümlə, qayıdırsınız. Kim? Siz qayıdırsınız. Yenə mübtədam yoxdursa, götür yenə müəyyən şəxsi cümlə. Dərsdən evə qayıdır. Mübtədam yoxdursa, yenə götür müəyyən şəxsi cümlə. Amma dərsdən evə qayıdırlar, xəbəri üçüncü şəxsin cəmində olan belə deyək cümlələri mübtəda olmayanda qeyri-müəyyən kimi də götürə bilərsən və həmçinin ümumi şəxsli cümlə kimi də götürə bilərsən. Məsəl üçün, dostu dar gündə tanıyarlar. Burada üçüncü şəxsin cəmində oldu. Məsələ bağlandı. Həm dediyimiz kimi qeyri-müəyyən kimi düşündük, həm də necə düşündük? Daha doğrusu ümumi şəxsli kimi. Yəni bu vəziyyətlərdə buna baxacaqsınız. Sən gördün ki, yenə deyirəm, birinci şəxsin təkindədir, mübtəda yoxdur cümlədə. Get götür, yenə müəyyən götür. Birinci şəxsin cəmliyi yenə müəyyən götür. İkinci şəxsin təkidir, ümumilik anlayışı yoxdursa yenə müəyyən götür. İkinci şəxsin cəmidir, müəyyən götür, mübtəda yoxdursa. Üçüncü şəxsin təkidir, müəyyən götür. Amma gəlib sənə o zaman üçüncü şəxsin cəmin müəyyən şəxsi cümlə götürərsən ki, sənin cümlədə mübtədan olacaq. Necə olacaq? Məsələn, onlar danışırlar. Bax, iki cür verəcəm bunu. Bir verəcəm danışırlar. Bir də verirəm ki, onlar danışırlar. Mübtədan var burada? Var. Xəbərim də var burada. Get bunu müəyyən götür. Özünü yorma. Niyə özünü yorursan? Balığı niyə itirirsən boş yerə? Amma gəlib danışırlar versə, get götür, qeyri-müəyyən. Ona görə də özünüzü yormağa gərək yoxdur. Xüsusi bir şey axtarmayın burada. Sadəcə məsələyə sadə yanaşın. Müəyyən şəxsi cümlələr həm ismi xəbərli ola bilər, həm fe'li xəbərli ola bilər. Bayaq yazdığımız kimi. Məsəl üçün, həyat mübarizədir. Bax, mübarizə nədir? İsimdir. İsim nə ifadə olunub? Götürəm nə? İsmi xəbər. Onlar danışırlar. Bax, danışır nədir? Xəbər şəkli ilə ifadə olunub. Xəbər şəkli ilə ifadə olunubsa, nə olacaq? Fe'li xəbər olacaq. Çünki fe'li xəbər ifadəsinə görə nələrlə ifadə olunmalıdır? Təsriflənən fe'llərlə. Ona görə də mən bunu nə götürəcəm? Fe'li xəbərli müəyyən şəxsli cümlə. Müxtəsər və geniş artıq proqramdan çıxarılıb deyə bunu izah eləməyəcəyik, amma qısa məlumat verə bilərəm ki, müxtəsər cümlə yalnız baş üzvlərdən ibarət olan cümlədir. Geniş cümlələr isə dediyimiz kimi ikinci dərəcəli cümlə üzvlərinin iştirakı ilə yaranan cümlələrdir. Müəyyən şəxsi cümlələr həm müxtəsər ola bilər, həm geniş ola bilər. Məsəl üçün, dediyimiz kimi həyat mübarizədir, yalnız baş üzvlərdən ibarətdir. Bir də deyirəm ki, dünən gəldi. Nə vaxt gəldi? Dünən gəldi. Dünən gələn kimdir? Odur. O gəldi dünən. Al. İkinci dərəcəli cümlə üzvüm. Bir də xəbərim. Oldu geniş cümlə. Yadınızda saxlayın. Müəyyən şəxsli cümlələrin cümlədə mübtədası olmasa da bunu bərpa eləyə bilirəm.
Amma gəlirəm qeyri-müəyyəndə, qeyri-müəyyəndə, ümumidə, ümumidə, bir də şəxssizdə heç bir mübtədanı bərpa edə bilmirəm. Qeyri-müəyyənlə ümumidə görünüşcə bərpa edə bilərəm, görünüşcə. Amma qayda qanun şəklində bu cümlələrin mübtədası olmur. Şəxssizdə də ümumiyyətlə heç nə düşünmə. Yenə qeyri-müəyyəndə ümumidə görünüşcə nə isə oradan götürə bilirsən. Məsəl üçün deyirsən, deyirlər. Onlar deyirlər deyə bilirsən. Okeydir bu. Amma qeyri-müəyyən şəxsi cümlənin mübtədası olmur və bərpa eləmək olmur. Testdə düşür ki, məsələn, cümlənin mübtədasını bərpa eləyə bilərik. Sən onda gedib müəyyən şəxsi cümlə axtarmalısan. Qurtardı getdi. Gedib qeyri-müəyyəni, ümumini və yaxud da şəxsizi götürməyə ehtiyac yoxdur. Belə dediyim kimi, qeyri-müəyyəndə, ümumidə zahirən görürsən ki, mən bunu bərpa eləyə bilirəm. Bax, deyirlər də, yəni məsəl üçün, onlar deyirlər. Deyir, bərpa eləyə bilirəm. Üzdən belə görünür. Amma ki, mən nə edəcəm? Bunun mübtədasını bərpa eləyə bilməyəcəm. Ona görə sizdən testdə soruşsa ki, bərpa olunan cümləni seçin, mübtədası bərpa olunan cümləni seçin. Gedin müəyyən şəxsi cümlə axtarın. Digərlərini axtarmayın, ehtiyac yoxdur. Demək, keçirik qeyri-müəyyən şəxsi cümləyə. Hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə. Baxın, adından görünür yenə. Qeyri-müəyyən hərəkət və hökm qeyri-müəyyən şəxsə aiddir. Bu bir nəfər də ola bilər, 5 nəfər də ola bilər, 10 nəfər də ola bilər. Yəni sən buna diqqət eləməlisən. Diqqət eləməlisən ki, biz burada nəyə axtarırıq? Hərəkət və hökm qeyri-müəyyən şəxsə aid olsun. Və belə cümlələr mübtədası olmur. Bir neçə saniyə öncə dediyim kimi. Və xəbər əsasında formalaşır. Bu cümlələrin xəbəri üçüncü şəxsin cəmində olacaq. Bayaq müəyyəndə dediyimiz kimi. Dediyi üçüncü şəxsin cəmində mübtədası yoxdursa, mən bunu müəyyən götürməyəcəm. Nə götürəcəm? Qeyri-müəyyən götürəcəm. O zaman müəyyən götürərəm ki, cümləmin nəyi olacaq? Mübtədası olacaq. Bitdi, getdi. O zaman xəbər üçüncü şəxsin cəmindədirsə, götürərəm. Problem yoxdur. Demək, belə cümlələrin xəbəri üçüncü şəxsin cəmində olacaq. Konkret hərəkət və hökmün nə edəcək? Qeyri-müəyyən şəxsə aid olduğunu bildirəcək. Məsələn, deyirəm ki, Akşini döydülər. Akşini döydülər. Bax, Akşini neçə nəfər döydü? Mən bilmirəm. Konkret şəkildə onun neçə nəfər döydüyünü, 1 nəfərdirmi, 5 nəfərdirmi, konkret şəkildə bu hökm hərəkətin qeyri-müəyyən şəxsə aid olduğunu görürəm. Ümumiyyətlə belə cümlələrdə işi icra edən bir qrup şəxsdən ibarət olur. Bunlar amma necə olur? Qeyri-müəyyən olur. Burada əsas məsələ işin özüdür. Görülən işin özüdür. Ona görə də burada mübtəda təxmin oluna bilər. Amma konkret şəkildə, yenə deyirəm, yerinə qoyula bilməz. Qeyri-müəyyən şəxsi cümlələrdə, məsələn, çox zaman nədən istifadə edə bilərik? Elə bil ki, sonra sanki, deyəsən, güya ki. Bu modal sözlərlə işlənən cümlələrdə real olmayan situasiyalar yaranacaq. Necə yaranacaq? Məsəl üçün, sanki onu döymüşdülər. Bax, yenə mübtəda yoxdur cümlədə. Haradadır mübtəda? Görmürəm. Bədbəxt yox olub gedib. Sanki onu döymüşdülər. Onu kim döymüşdü? Bilmirəm. Amma sanki döymüşdülər. Bu real deyil. Baxın, ona görə deyirəm. Qeyri-real situasiya yaranır burada. Real olmayan bir situasiya yaranır. Sanki onu döymüşdülər. Elə bil başından
başından qaynar su tökdülər. Elə bil başından qaynar su tökdülər. Bax, burada gəlib suya aldanmayın ha, tökdülər. Nə tökdülər? Qeyri-müəyyən təsirli haldadır bu. Özünüzü yormayın. Elə bil başından qaynar su tökdülər. Bu hansı situasiyalarda yaranır? Məsələn, bir insan əsəbləşir, hər hansısa bir hadisə yaşayır, ifadə edir ki, elə bil ki, başımdan qaynar su tökdülər. Baxın, yenə mübtədası yoxdur. Amma nədir? Qeyri-real situasiyadır. Qeyri-müəyyən şəxsi cümlələr yadınızda qalsın. Feili xəbərli olacaq. Feili xəbərli olacaq. Bu istisna hallarda ismi xəbərli ola bilər, amma bu sizlik deyil. Ehtiyac yoxdur buna. Feili xəbərli olacaq. Baxın, tökdülər, döymüşdülər və yaxud döydülər. Feili xəbərli də olmaq üçün nə lazımdır? Təsriflənən feillərlə ifadə olunmalıdır. Ona görə də qeyri-müəyyən şəxsi cümlələrdə inanmıram ki, belə probleminiz olsun. Amma yenə dediyim kimi, gələr, mübtədasını verər. Siz çaşdırmaq məqsədi ilə. Sən onda nə etməlisən? Diqqətlə cümləyə baxmalısan. Gəlib yenə deyirəm. Bax, Akşin və məsələn, Kənan dalaşdılar. Akşin və Kənan dalaşdılar. Bağlayıcım var, həmcis mübtədalarım var. Bax, mübtədam var cümlədə. Var, açıq-aşkar görünür. Söhbət qurtardı, getdi. Özünü niyə yorsan? Get götür bunu müəyyən. Artıq konkret, bax fikir ver, məntiqi tut. Konkret sən iki şəxsin olduğunu görürsən. Amma qeyri-müəyyəndə məntiq nə idi? Hərəkət və hökm qeyri-müəyyən insanlara aiddir. Qeyri-müəyyən. Ona görə də gəlin mən burada dalaşdılar versəm. Bax, dalaşdılar versəm. Bir şəxs yoxdur ortalıqda. Yəni mübtəda yoxdur ortalıqda. Dalaşdılar. Neçə nəfər dalaşdılar? Bilmirəm. 2 nəfər, 5 nəfər, 30 nəfər, 35 nəfər. Bilmirəm. Ona görə də bunu nə götürəcəm? Qeyri-müəyyən götürəcəm. Və yenə deyirəm, mübtədası bərpa olunmayacaq. İndi keçirik digər məsələyə. Digər məsələmiz nədir? Ümumi şəxsi cümlə. Hərəkət və hökm hamıya aid olduğunu bildirən cümlələr. Bax, ümumi adından da göründüyün kimi yenə məntiqi adındadır. Ümumi şəkildə neyinir? Hamıya aid eləyir bunu. Hamıya aid eləyir. Belə cümlələrin xəbəri ikinci şəxsin təki, bir də üçüncü şəxsin cəmi ilə ifadə olunacaq. Yəni buna fikir verin siz. Əsas məsələ buradadır və bu xəbərlərdədir. İkinci şəxsin təki, üçüncü şəxsin cəmi. Yəni gedib birinci şəxsin cəmindəki cümləni ümumi şəxsi götürməyin, hamıya aid olsa da. Və yaxud da ikinci şəxsin cəmində olan cümləni götürməyin. Lazım deyil. Ona görə də baxın indi bir-bir cümlələrə baxaq, diqqət edək. Məsəl üçün, bu cümlələr adətən aforizmlər, məsəllər, atalar sözləri ilə ifadə olunur. Hərəkət və hökm adından da göründüyü kimi ümumi şəkildə hamıya aid olur. Məsələn, yüz ölç, bir biç. Bax, kim yüz ölçsün? Sən yüz ölç. Kim bir bitsin? Sən bir biç. İkinci şəxsin təki olduğu xəbərim oldu. Və bunu mən hamıya aid eləyə bilirəm. Amma gəlib cümlənin əvvəlində, bax, sən yüz ölç, bir biç. Artıq mən bunu hamıya aid eləmədim. Niyə görə aid eləmədim? Aid eləmədiyimə səbəb nədir? Mən artıq konkret şəkildə deyirəm ki, sən yüz ölç, bir biç. Konkret artıq səni işarə edirəm. Amma bu ümuminin məntiqi nə idi? Hamıya aid olmalıydı. Ona görə mən buna diqqət eləməliyəm. İndi sən yoxdur cümlədə, yüz ölç, bir biç. Artıq bu hamıya aiddir.
Ümid edirəm ki, anlada bildim bunu. Və yaxud ə, dostu dar gündə tanıyarlar. Bax, dostu dar gündə tanıyarlar. Adətən bu cümlələrin xəbəri, bunlar da fe'li xəbərli olur. Adətən qeyri-qəti gələcək zamanda olur. Qeyri-qəti gələcək zamanda. Sən buna diqqət eləməlisən. Dostu dar gündə tanıyarlar. Bax, kimi dostu tanıyarlar? Hanı mənim mübtədam? Yoxdur. Hamıya aid eləyə bilirəm? Eləyə bilirəm. Yəni, buna sən nə etməlisən? Diqqət eləməlisən. Və yaxud deyə bilərik, palaza bürün. Ellə sürün. Palaza bürün, ellə sürün. Bax, sən neynə? Palaza bürün, sən neynə? Sürün. Atalar sözüdür. Neynirəm? Hamıya aid eləyirəm bunu. Hamıya aid eləyirəm. Problemim yoxdur. Və yaxud da elə bir situasiya yarana bilər ki, bir cümlə ümumi şəkildə hamıya aid ola bilər. Bu atalar sözü olmaz, aforizm olmaz. Hamıya aid eləyə bilərsən. Məsəl üçün, içəri şəhərə gedəndə turistə rast gəlirsən. Bax, məsələ nədir burada? Sən rast gəlirsən də, bax, ikinci şəxsin təkidir. İkinci şəxsin təki. Düzdür? Bu cür cümlələrdə, bax, sən bu içəri şəhərə getsən də, getməsən də, bax, sən gedirsən, rast gəlirsən. Sən getməyəndə, bir başqası da bu turistə rast gəlir. Çünki bu turistlər oradadır. Turistlər rastı və yaxud içəri şəhərə gedəndə tarixi binaları görürsən. Tarixi binaları görürsən. Bax, sən ora getsən, bax, sən getsən də, mən getsəm də, yenə neyniyəcəm? O tarixi binaları görəcəm. O tarixi binaları görəcəyimə görə. Artıq biz burada neynirik? Konkret şəkildə deyə bilmirsən də, ancaq sən görəcəksən. Konkret şəkildə deyə bilmirsən. Çünki mən də gedəndə görəcəm onu. Bir başqası da gedəndə, dostum da gedəndə görəcək onu. Dostumun bir başqa dostu da gedəndə görəcək onu. Ona görə də biz burada bu cür cümlələri də ümumi şəxsli götürəcəyik. Amma yenə deyirəm, gəlib içəri şəhərə gedəndə verəcək bir dənə mübtəda artıracaq, sən turistə rast gəlirsən. Gedib bunu ümumi götürmə. Bunu nə götürəcəksən? Müəyyən götürəcəksən. Yenə neynədim? Konkretləşdirdim məsələni. Tək bir nəfərə aid elədim. Və yaxud elə deyimlər, elə atalar sözləri olacaq ki, onun mübtədası olacaq. Sən onu ümumi şəxsli götürməyəcəksən. Məsəl üçün, dost, bax, və yaxud cümləni dəyişim. Dost dar gündə tanınar. Dost dar gündə tanınar. Gəlib baxırsan, deyirsən ki, ay Allah, nə gözəl. Atalar sözüdür, ümumidir. Amma mən bunu götürüm də. Götürək getsin. Düzdür? Bunu fikirləşəcək. Lazım deyil. Nəyə görə? Bax, tanınar. Kim tanınar? Dost tanınar. Mübtəda xəbərim oldu. Get götür müəyyən. Neynirsən özünü yorursan? Müəyyən. Yəni, bax, bir dənə də var belə ürək çəkək, içinə yaz müəyyən. Və yaxud nə deyə bilərik? Əldən qalan 50 il qalar. Bax, nə 50 il qalar? Nə 50 il qalar? Əldən qalan, bax, əldən qalan. Rahatlıqla nə edəcəksən? Bax, mübtədadır. Fe'li sifət tərkibi ilə ifadə olunub. Mübtədan varsa, sən deyirsən ki, bu deyimdir də. Götürüm də mən bunu ümumi şəxsli. Amma lazım deyil, ehtiyac yoxdur. Sən bunu nə götürəcəksən? Müəyyən şəxsli götürəcəksən.
Yenə bir ürək çəkək bunu. Alaq dairəyə. Demək, ümid edirəm ki, burada bir problem olmayacaq. Ümid edirəm ki, anlamaqda problem yoxdur. Yenə də rəylərdə yazıb suallarınızı verə bilərsiniz. Problem yoxdur burada. Hə, gəlib bunu məsələn necə sizə çaşdıra bilərlər? Gəlib verə bilər dostu dar gündə tanıyacaqlar. Bax, artıq burada konkret şəkildə deyirlər ki, dostu dar gündə tanıyacaqlar. Yəni, artıq bunu neyinir? Qeyri-qətidən çıxarır, qətiyə salır. Qəti gələcək zamanda işlənir. Görürsünüz də azaq şəkilçisi ilə. Artıq o ümumini qeyri-müəyyən şəxslərə aid eləyir. Dostu dar gündə tanıyacaqlar və yaxud cüzəni faizdə sayacaqlar. Bu vəziyyətdə sən gəlib bunu ümumi götürməyəcəksən. Sən bunu götürəcəksən qeyri-müəyyən. Lazım deyil, eləmə belə şeylər. Dostu dar gündə tanıyarlar. Okeydir, ged ümumi götür. Amma gəlib konkret şəkildə bu hərəkəti artıq qeyri-müəyyənliyə çevirir, şəxslər qeyri-müəyyən olursa, özünü yorma, nə götürəcəksən? Qeyri-müəyyən götürəcəksən. Və yaxud deyə bilərik ki, neyin? Böyüyün hörmətini saxlayın. Bax, böyüyün hörmətini saxlayın. Böyüyün hörmətini saxlayın. Siz neyinin? Böyüyün hörmətini saxlayın. Görürsən ki, nədir bu? Ümumidir də, ümumi götürmək istəyirsən. Necə gözəl ümumi görsənir. Baxırsan, deyirsən ki, ay Allah, sən nə gözəl ümumisən. Amma ehtiyacı yoxdur. Niyə ehtiyacı yoxdur? Bax xəbərə. Xəbərə bax. Xəbərin nədədir? Xəbərin ikinci şəxsin cəmindədir. Biz nə dedik? İkinci şəxsin təkində və üçüncü şəxsin cəmində olur bunun xəbərləri. Amma burada görürsən ki, siz saxlayın. Siz saxlayınca, ikinci şəxsin cəmindədirsə, yenə get bir dənə ürək çək, bunu neyinə? Müəyyən götür. Yorma özünü, yorma. Demək, sonra gəlirəm şəxsiz cümləyə. Adından da göründüyü kimi. Necə cümlə? Şəxsiz cümlə. Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkündür. Yəni, mən düşünə bilmirəm. Mübtədanı düşünə bilmirəm, ha. Cümlədə subyekt ola bilər. Ola bilər, problem yoxdur. Amma həmin subyekt cümlədə mübtəda olmayacaq. Tamamlıq rolunda ola bilər. Yəni, bu məchul növdə də var. Məsələn, qapı Samir tərəfindən açıldı. Subyektim işlənir cümlədə. Amma həmin subyekt mübtəda deyil. Ona görə də sizə cümlə verirlər ki, şəxsiz cümlədə subyekt olmur. Bu yanlışdır. Bu yanlışdır. Ola bilər, amma mübtəda vəzifəsində olmayacaq. Şəxsiz cümlələr də xəbər əsasında formalaşacaq. Xəbər əsasında. Mübtədası olmayacaq. Xəbəri nədə olacaq? Üçüncü şəxsin təkində olacaq. Üçüncü şəxsin təkində olacaq. Necə baxacağıq biz bunlara? Şəxsiz cümlələr ismi xəbərli ola bilər, feili xəbərli ola bilər. Məsəl üçün, səhərdir. Nədir? Səhərdir. Mən bunun əvvəlində kim və yaxud nə, hara sualına cavab verəcək bir cümlə özü düşünə bilmirəm. Eləyə bilmirəm də bunu, qardaş, məcbur deyil ki. Kim səhərdir, nə səhərdir, hara səhərdir, deyə bilmirəm. Deyə bilmədiyimə görə mən bunu artıq neyinirəm? Götürürəm şəxsiz cümlə. Yəni, şəxsiz cümlələrdə kim, nə, hara, kimi mübtəda tipli sualları neynəyəcəksən? Düşünə bilməyəcəksən. Və yaxud deyirəm, bax, qış axşamı idi. Qış axşamı idi. Nə idi? Qış axşamı idi. Bitdi, getdi.
Və yaxud deyirəm vaxtdır. Gəlibsən bura kim vaxtdır, nə vaxtdır deyirsən. Yox, heç nə demirsən. Nə götürəcəksən? Yenə şəxssiz götürəcəksən. Və yaxud feili xəbərli ola bilər. Bu zaman nə cür olacaq? Bir, şəxssiz feillərlə ifadə oluna bilər. Şəxssiz feillərlə ifadə oluna bilər. İkincisi də frazoloji birləşmələrlə ifadə oluna bilər. Frazoloji birləşmələrlə. Şəxssiz feillərlə bildiyiniz şəxssiz feilləri rahatlıqla işlədin getsin. Problem yoxdur burada. Məsəl üçün toxunulmadı. Toxunulmadı. Nəyə toxunulmadı? Şəxssiz feil məndən nə istəyir? Özündən əvvəl kimə, nəyə və yaxud da haraya suallarına cavab verən bir söz istəyəcək. Toxunulmadı. Bu məsələyə toxunulmadı. İclasda. Belə yazaq. Bu məsələyə toxunulmadı. Bax, nəyə toxunulmadı? Məsələyə toxunulmadı. Ona toxunulmadı. Kimə toxunulmadı? Ona toxunulmadı. Və yaxud da nə deyək? Rayonlara baxıldı. Rayona baxıldı. Haraya baxıldı? Rayona baxıldı. Və yaxud deyə bilərik, necə deyə bilərik? Tənbəllərə çox təsadüf edilir. Çox təsadüf edilir. Bax, yenə verdim. Bax, problem yoxdur. Bir yerdə xəbərdir. Kimə? Tənbəllərə. Və yaxud frazoloji birləşmə ilə verəcəm. Tutaq verə bilərik. Mənim ona yazığım gəlir. Mənim ona yazığım gəlir. Nə edir? Yazığım gəlir. Yazığım gəlir. Kimə yazığım gəlir? Ona yazığım gəlir. İndi gəlirsən, burada sintaktik təhlil eləmək istəyirsən bu cümləni. Gəlir çoxsu hədə deyir ki, ona, mənimi də götürüm, yenə tamamlıq götürəcəm. Belə bir şey eləyəcəm. Mənim yazığım gəlir, ona yazığım gəlir. Belə bir şey deyirsənsə, sağ ol, əlvida. Əlvida de, belə deyək, şəxssiz cümləyə. Nəyə görə? Frazoloji birləşmə ilə ifadə olunanda, bax görsən, frazoloji birləşmədir, düzdür. Bunun tərkibinə daxil olan yəli yallı söz varsa, sən mənim yazığım kimi düşünə bilərsən də, mənim yazığım gəlir. Üçüncü növ kimi bunu düşündün, düzdür. Frazoloji birləşmə parçalanmır deyə. Bir də bu mənim hansı sualına cavab verəcək burada? Kimin sualına cavab verəcək də, düzdür. Bu kimin deyə bir cümlə özünün sualı yoxdur. Bir də görürsən ki, bax, üçüncü növ kimi düşünə bilirsən də, düzdür. Düşündün. Və yaxud mən bu cümləni belə də yaza bilərdim. Bunu belə silək. Ona mənim yazığım gəlir. Sən frazoloji birləşmənin əvvəlində yəli yallı sözü görürsənsə, avtomatik bunu bir tərkib götür getsin. Özü yorma. 2 dənə var. Bunu da qat buna bir yerdə xəbər götür. Bitdi, getdi. Bunu nəyə görə deyirəm? Kimin deyə bir cümlə özünün sualı yoxdur. Mən kimin deyə bir cümlə özünün sualı yoxdur deyə sintaktik təhlilə bunu burada cəlb eləyə bilmirəm. Cəlb eləyə bilmədiyimə görə də məsəl üçün bax, mənim xoşuma gəlir. Mənim xoşum gəlir. Mənim xoşum gəlir. Üçüncü kimi orada xoşumu düşündün də, düzdür. Frazoloji birləşmə orada parçalaya bilməyəcəm. Kimin deyə bir sual da olmadığına görə. Frazoloji birləşmədən əvvəl gələn yəli hallı sözü onun tərkibinə daxil eləyəcəm. Bunun arasına söz də girə bilər. Bayaqki gördüyümüz kimi, mənim ona yazığım gəlir. Girə bilər, problem yoxdur. Sən neyinə? Gördün, əvvəlində var bu yəli hallı söz. Get götür bütöv xəbər. Özünü yorma. Yanındadsa elə yanında bir yerdə götür. Özündən
əvvəldirsə, arasına söz daxil olunubsa, elə bir yerdə götür getsin. Ona görə də buna diqqət eləmək lazımdır. Hə, gələr sizi necə çaşdırar? Deyər ki, məsəl üçün, cin atına mindi. Cin atına mindi. Bir də deyirəm ki, bax, cin atına mindi. Kim cin atına mindi? Əvvəlinə mən o verə bilirəm. Verə bilirəm. Frazoji birləşmədə bir yerdə xəbər olacaq. Əvvəlinə sən onu verə bilirsənsə, gedib bunu şəxsiz götürmə. Sən bunu nə götürəcəksən? Sən bunu götürəcəksən müəyyən. Və yaxud bu xoşum gəlir, mənim xoşum gəlir. Bir də deyirəm ki, xoşuma gəldi. Xoşuma gəldi. Bax, məsələyə bax burada. Buxarda mənim xoşum gəlir və yaxud da mənim olmasın, elə xoşum gəlir olsun. Xoşum gəlir. Kim, nə, hara deyə bilmirəm buna. Hara xoşum gəlir, nə xoşum gəlir, kim xoşum gəlir deyə bilmirəm. Amma xoşuma gəldi. Kim, nə və yaxud hara sualını verə bilirəm bura? Verə bilirəm. Hara sualını da verəndə yaya artıra bilməyəcəyim söz olmalıdır. Haraya xoşum gəlir, yox. Haraya olanda zərfli olur. Özünü yorma. Hara sualına yayı artıra bilirsənsə zərfli olur. Artıra bilmirsənsə mübtəda olur. Bu cürdür. Bura soyuqdur. Bura soyuqdur. Hara soyuqdur? Bura soyuqdur. Amma desəm ki, bura gəl, yayı artır. Haraya gəl? Buraya gəl. Bu zaman zərflidir. Yorma özünü. Bax, kim, nə, hara? Verə bilirəm bu cümləyə. Xoşuma gəldi, nə bilim, Bakı xoşuma gəldi, hara xoşuma gəldi. Nə bilim, yemək xoşuma gəldi. Sonra Jessica xoşuma gəldi. Kim xoşuma gəldi? Jessica. Fərqi yoxdur. Yəni sən bunu verdin. Jessica, nə bilim, Teresa. Ver getsin. Tutubikə. Fərqi yoxdur. Ver getsin. Verə bilirsən bunu. Verə bilirsən. Verə bilirsən. Verə bilirsənsə, bax bu sən xoşuma gəldini götürəcəksən nə? Müəyyən şəxsi cümlə. Yorma özünü. Özünü yorma. Şəxsi cümlələr də bu qədər. Gəlirəm mübtəda əsasında formalaşan cümləyə. Nədir mübtəda əsasında formalaşan cümlə? Adlanır nə? Adlıq cümlə. Adlıq cümlə əslində çox rahatdır. Cümlədə xəbərin olmasın. Cümlədə xəbərin olmamalıdır. Yorma özünü. Əsasən bu bədii ədəbiyyatda, publisistik əsərlərdə istifadə olunur. Remarkalarda istifadə olunur. Remarkalarda 3-cü qrupa hazırlaşanlar bilər. Ədəbiyyatda istifadə olunur. Əsasən dram əsərlərində. Dram əsərinin remarkalarında adlıq cümlədən istifadə olunur. Məsəl üçün verə bilərik. Qarabağ. Bax. Nöqtə qoydum. Xəbəri yoxdur, adlıq cümlə. Sadəcə mübtədadan ibarət oldu. Və yaxud cıdır düzü. Cıdır düzü. Nöqtə qoydum, bitdi, getdi. Və yaxud digər cümlə üzvləri iştirak eləyə bilər. Xəbərdən başqa. Xəbərdən başqa. At çapan igidlər. Avtomatik burada nə düşünməlisən? Xəbər olmayacaq. Bu xəbər yoxdur burada. Kim igidlər? Hansı igidlər? At çapan igidlər. Fe'li sifət tərkibi oldu. Bitdi, getdi məsələ. Nə bu cürdür? Amma gəlib səni necə çaşdıracaq? Necə çaşdıracaq? Gəlib verəcək təkcə Qarabağ verəcək. Qarabağ verəcək. Nöqtə qoymayacaq. Nöqtə qoymayıbsa adlıq cümlə deyil. Qoymayıbsa adlıq cümlə deyil. Yox, əgər Qarabağ verir, nöqtə qoyur. Götür adlıq cümlə. Bitdi, getdi. Məsəl üçün deyirəm, Zeynəbin ariyası. Zeynəbin ariyası.
Nöqtə qoymayıb ki. Qoymayıb. Götür söz birləşməsi. Yorma özünü. Amma gəlir nöqtə qoyursa, bax, Zeynəbin Aryası. Ha, bu zaman adlıq cümlə götür. Bax, səni bu cür saçdıra bilər. Bitdi, getdi. Yəni, xüsusi bir şey axtarma burada. Gəlirəm. Mübtəda və xəbər əsasında formalaşan cümlələrdən başqa bir də üzvlənən cümlələr, üzvlənməyən cümlələr. Bu üzvlənən cümlələr bizim izah etdiklərimiz idi. Bir də üzvlənməyən cümlələr var. Yəni, sintaktik təhlilə cəlb olunmayan cümlələr. Bunlar nələrdir? Bunlar söz cümlələrdir. Söz cümlələr. Söz cümlələr üzvlənməyəcək. Adətən bunlar necə olacaq? Nələrlə formalaşacaq? Bunlar daha çox formalaşacaq modal sözlərlə, bəzi modal sözlərlə, ədatlarla, təsdiq və inkar ədatları ilə, bəzən də nidalarla formalaşacaq. Məsəl üçün, deyirəm, dərsi bilirsən, dərsi bilirsən, deyirəm, xeyr, qoydum nöqtəni. Bu söz cümlədir. Sintaktik təhlilə cəlb eləməyəcəksən. Və yaxud dərsi bilirsən, əlbəttə. Bax, modal sözlə formalaşdırdım. Modal sözlə. Və yaxud xeyrlə vermişəm, nədir? Ədatdır. Deyir, məsəl üçün sual verir, məclis necə gedir? Sən deyirsən, bəh, bəh. Bəh, bəh. Nə ilə verdim? Nida ilə verdim. Məsələ bağlandı. Bu vəziyyətlərdə götürürsən bunları nə? Söz cümlə. Bir də səni harda çaşdıra bilər? Bir də səni çaşdıra bilər. Gələr, xitab verər onun qarşısında. O zaman da sən nə edəcəksən? Yenə söz cümlə götürəcəksən. Çünki xitab da üzvlənməyən cümlələrdir. Üzvlənməyən. Yəni, sintaktik təhlilə cəlb olunmayan cümlələrdir. Daha doğrusu, sintaktik təhlilə cəlb olunmur xitab. Cümlə dedim, üzrlü sayın. Məsəl üçün, dərsi bilirsən, hə, Fərid. Bax, müraciət elədi. Sən get bunu söz cümlə götür. Orada xitab olsa da, dediyim kimi, üzvlənmir xitab. Ona görə görürsən ədatı, görürsən xitabı, söz cümlə götür. Biz dedik axı, məsəl üçün, ədatlarla, modal sözlərlə, nidalarla formalaşacaq. İndi gəlir yanına bir xitab qoyur. Sən də baxıb deyirsən ki, ayda, mən qaydanı bu cür öyrənmişdim axı. Bax, deyirəm də sənə, xitab verirəm, söz cümlə götürəcəksən. Amma gəlib, sual verirsən ki, dərsi bilirsən, yazıram ki, hə, bilirəm. Gəlib bu, söz cümləni formalaşdıran ədatın yanına bir xəbər artırıramsa və yaxud digər cümlə özü artırıramsa, məsəl üçün, gecdir və yaxud deyirsən ki, sabah gedəcəksən, sən cavab versən ki, hə, sabah. Nə vaxt sabah? Bax, oldu zəflik. Oldu zəflik. Nə edəcəksən? Sən bunları götürəcəksən müəyyən şəxsli cümlə. Müəyyən şəxsli cümlə. Yəni, özünü yormağa ehtiyac yoxdur. Sadə cümlənin şəxsə görə növlərindən, üzvlənməyən cümlələrdən bu qədər. Ümid edirəm ki, sizin üçün qaranlıq məqam qalmadı. Qaranlıq məqam qaldığı halda rəylərdə qeyd eləyə bilərsiniz. Ümid edirəm, izahlarımı sizə çatdıra bildim. Çox sağ olun, təşəkkür edirəm.